Hər vaxtınız xeyir olsun əziz şagirdlər. 23-11-ci ay 2025-ci il UC Akademinin keçirdiyi birinci qruplar üçün blok fənni sualların izahına baxacağıq. Riyaziyyat suallarının izahına. Keçək suallarımıza. Birinci sualda nə deyir bizə? 460 vur 10 üstü 5 ədədin standart şəklində yazılışında tərtibini tapın. Şagirdlər, biz bilirik ki, standart şəkildə yazılması üçün qiymətli hissəmiz nə olmalıdır? Sıfırdan böyük bərabər və birdən nə olmalıdır? Birdən yox, üzr istəyirəm, ondan kiçik olmalıdır. Onda biz nə edirik? Burada vergülü 2 vahid sola atsaq, onda neçə olacaq? 10 üstü 7 tərtibim nəyə bərabər olmuş olur? 7-yə. N neçə natural qiymətində kəsiri düzgün kəsir. Düzgün kəsir olması üçün surəti məxrəcinə nə olmalıdır? Kiçik olmalıdır. N atsaq sol tərəfə, N kiçik 4. Natural dediyinə görə 1, 2, 3, 4-ü də almır. Neçədən qiymət olmuş olur? 3 dənə. 2də Y variantı. Üçüncü suala baxaq. Qonşu bucaqlardan biri düz bucağın 9'da 2 hissəsidir. Düz bucaq neçə dərəcədir? 90 dərəcə və onun 9'da 2 hissəsini təşkil edirsə, onda 20 dərəcə. Qonşu bucaqlardan biri əgər 20-dirsə, ona qonşu olan bucağımız neçə olar? 160 olur, olmur. Və bizə deyir ki, həmin bu bucaq digər bucağın düz bucaqdan neçə? Bu bucaq düz bucaqdan neçə dərəcə böyükdür? 160 90-dan neçə dərəcə böyükdür? 70 dərəcə. C variantı. A vurulsun 1 tam. Demək, bu ifadə nə verir bizə? Ədədi natural ədəd olarsa A-nın ən kiçik qiymətini tapın. Aha, nə edirik? Biz birinci bu ifadəni sadələşdirək. Nə düşür bizdə? 1 tam 8. Da birbaşa açaq da bunu. Bu birbaşa yazın bunu. 1 tam 90'da 83 minus 8. Bu bizə nə verirdi? 1 tam 90'da 75 verir, vermir. Gəlin bunu da düzgün olmayan iki əsirə çevirək. 90'da 165. Bunu biz ixtisar aparsaq. Bunu 5'ə birinciyə ixtisar aparsaq, nə düşər məxrəcimizə? 18 düşür, sürətə nə düşmüş olar? 5 ilə aparsam 33, bir də 3 aparsam ixtisar neçə düşür? 6'da 11. Demək, bu ifadəmiz neçədir? 6'da 11 və verilmiş tam bütün ifadəniz natural olarsa deyirsə, demək bizdə kəsir ifadə qalmamalıdır. 6'nı 6'da 11'ə vuranda kəsir qalmaması üçün A neçə olmalıdır bizdə? Təbii ki, 6 olmalıdır da. A variantı. 5-ci suala baxaq. 5-də nə deyir? Cədvələ əsasən 2A plus B ədədin tam hissəsini tapın. Cədvəldən görürəm ki, A-nın tam hissəsini verib mənfi 2, kəs hissəsini verib 0.4. Demək, A ədədi nəyə bərabərmiş? Mənfi 1,6-ya. Mənfi ədədlərdə tam hissə nə götürüldü? Tam hissə ümumiyyətlə özü nədir? Ədədi aşmayan ən böyük tam ədədə. Mənfi 1,6-nı aşmayan ən böyük tam ədədimiz neçədir? Mənfi 2. Aha, A-nı tapdıq, mənfi 1,6. Yaxşı, B nəyə bərabərdir? B müsbət D olduğuna görə elə müsbət kimi götürəcək. 5 tam 10-3. Məndən soruşur ki, 2A plus B ifadəsini. Onda vuraram, 2-ni vuraram, mənfi 1,6-ya neçəyə verər bizdə? 3 tam 10-2. Üzərinə gəlmiş B-ni necə tapmışdım? 5 tam 10-3. Müxtəlif şərlə ədədlərin toplanmasıdır. Necə olacaq bizdə? Dəqiq qələm düzəldim. 2 tam 10-1. Məndən nəyi soruşurdu? Bu ədədin tam hissəsini tapın. 2 tam 10-1-in tam hissəsi neçədir? 2. B variantı. 6-cı sualda nə deyir bizə? A, B, C nöqtələri bir xətt üzərində ardıcıl qeyd edilmişdir. Ya qeyd eləyək nöqtələrimizi. A, B və C. B nöqtəsidir. Və mənə deyir ki, AC-nin BC-yə nisbəti 5-in 2-yə nisbəti. Demək, AC-miz 5K, BC-miz neçə K düşəcək? 2K düşür. Və AC bütövlükdə 5K olduğuna görə bu hissə bizdə neçə düşməlidir? 3K. Və mənə deyir ki, AB minus BC-nin, AB gəlin lövhədə yazım. AB onda neçə düşür? Baxın, qələmi düzəldən qoy. AB minus BC nisbəti nəyə? AB plus AC. AB-ni neçə tapmışıq? 3K. Minus BC neçə idi bizdə? 2 dənə K. Yaxşı, yenə də AB-ni dedik 3K-dır. AC-miz neçədir bütövlükdə? 5K-ya. Onda bu nisbəti tapsaq, K-nın nəyə nisbət olar? 8K-ya nisbət edir. K-lar aparsaq 1-in 8-ə nisbətinə bərabərdir. Y variantı. 7-ci suala baxaq.
Nə deyir 7-ci sualda bizdə? Belə bir ədəd verilir bizdə. Hasili 9-a tam bölünür. Şagirdlər, mən bilirəm ki, 14 9-a bölünmür. Demək bu ifadəmiz 9-a tam bölünməlidir. 14-ə baxmayacağıq. İfadəmiz də nədir? A. A-nı tapmaq tələb olunur bizdən. 9-a tam bölünür. 9-a bölünməsi üçün 9-a bölünmə əlaməti nə idi? Rəqəmlərinin cəmi nə olmalıdır? 9-a tam bölünməlidir. Demək 3-ün 2-ci cəmi 5. 9-a bölünməsi üçün neçəsi çatmır? Demək A neçə olmalıdır ki 9-a tam bölünsün? 4. 7-də variant, C variantı. İki tərəfin uzunluğu 6 olan üçbucağın. Gəlin üçbucağımızı çəkək. İki tərəfin uzunluğu 6 və 11. Digər tərəfi bilmirəm. Perimetr nə idi bizdə? Bütün tərəflərin cəmi. Yəni 6 ilə 11-in cəmi 17 plus x-a. Üçbucağın perimetri hansı ən böyük tam ədəd ala bilər? Aha, üçbucaq bərabərsizlə gedəcək. Üçbucaq bərabərsiz nədir? Hər hansı bir tərəf digər iki tərəfin cəmindən kiçik, yəni 17-dən kiçik. Fərqinin modulundan nə olmalıdır? Böyük olmalıdır bizdən. Yəni 5-dən də böyük. Və perimetrində ən böyük soruşduğuna görə bu ifadəni mən nəyə götürəcəm? Ən böyük. Onda x-imizi ən böyüyünə götürə bilərəm. 16. 17 ilə 16-nı toplasam nəyə bərabər olmuş olur? 33-ə. B variantı. 33 B. 8-də düzgün cavabımız B olmuş oldu. 9-da nə deyir? Satıcı 60 kiloqram məhsulun 25%-ni satdıqdan sonra neçə kiloqram satmamış məhsulu qalar? 60-ın 25%-ni taparam birinci. Görəm hələ nə qədər satıb. Buradan 100 ilə 25 ixtisar aparsam, qalar məxrəcimizdə 4 surətdə 60 və oradan da 60 aparsam ixtisar 15 qalır. 15 kiloqram. Yəni 15 kiloqramı satıb. Ümumi 60 kiloqramımız var idi. Onun 15 kiloqramı satmış yoxsa yerdə neçəsi qalır? 45 kiloqramı. 9-da da variantımız B çıxır. 10-cu sual çoxluq sualıdır. Gəl bunu Venn diaqramı ilə işləyək. A çoxluğu, bir də B çoxluğu. Şərtdə nə verib bizə? N-anı verib 8. N-B fərqi A-nı verib 3. N-A fərqi B bərabər olarsa, N-A ilə A ilə B-nin kəsişməsinin bərabər olarsa, N-B-ni tapın. Uşaqlar, baxın bura. Kəsişmə ilə A fərqi B bərabər veribsə, onda mən buranı da x götürərəm, buranı da x götürərəm. Niyə? Çünki bizə bərabərlik şərtini burada verib. Və mənə bir də nəyi verib? N-A-nı 8 olduğun. N-A-nı mən Venn diaqramına görə görürəm ki, 2x-dir və onda neçə verib? 8. Onda belə çıxır ki, x-imiz neçə imiş? 4. X 4 imişsə, burada 4, burada 4 və B-ni neçə vermişdi bizə? Daha doğrusu B fərqi A-nı da verib ki 3. Bizdən nəyi soruşuyor? Kəsişmə olarsa M-B-ni tapın. Hə, B-nin elementi nə dənə çıxır? 4 dənə kəsişmədə var. 3-ü də özündə neçə dənə çıxdı? 7 dənə. Y variantı onda. 11-ci sual. 11-ci suala baxırıq. Şəkli çəkək. Buranı verib 40 dərəcə. Qarşılıqlı bucaqlara görə burada neçə dərəcə olmalıdır? 40 dərəcə olmalıdır. Və bu bucağı verib bizə 75. Yenə də qarşı bucaqlara görə burada neçə olmalıdır? 75 dərəcə. Şagirdlər, belə bir qaydamız var ki bizdə, M qaydası. Bir tərəfə baxan bucaqların cəmi, alfa, bura beta desəm, digər tərəfə baxan bucağa bərabərdir. Yəni x bərabərdir alfa ilə betanın cəmi. İndi yaxşı. Bəs burada necə tətbiq eləyərik onu? Baxın, qırmızı ilə üstündən gedəcəm. M qaydası, buna görə 40 ilə bu hissə alfa desəm, 40 ilə alfanın cəmi bərabər olmalıdır nəyə? 75-ə. Yəni alfa plus 40 75-dirsə, alfamızı biz 35 tapmırıq. Demək, bura neçə dərəcə oldu? 35 dərəcə. Bəs yaxşı, 35-in qonşusu neçə çıxır? 145 dərəcə çıxarmı? Onda da 11-də də oldu A variantı. 12-ci sual nə deyir? Mənfi 2,54, 7,6 ədədlər arasında yerləşən natural ədədlərin sayını tapın. Heç mənfi tərəfə baxmayacağım. Natural ədədlər hansılardır? 1, 2, 3, 4, 5, 6 və 7-nin özü də daxildir. Neçədən olmuş oldu? 7-dən, 12-də C. Növbəti. Gəlin bu ədədlərin açılışlarını yazaq. A nəyə bərabərdir? 5, 2, 3, dövr 3. Bu şəkildə bu təkrarlanıb gedəcək. B nəyə bərabərdir bizdə? 5 tam dövrdə 4. Bunda isə 4'lər təkrarlanır.
S nəyə bərabərdir bizdə? 5 tam %16 və sonunda da sıfırları yaza bilərik. İndi müqayisəyə baxın. Görürəm ki, bunların tam hissələri bərabərdir. Onda keçəcəm onda birlər mərtəbəsinə baxmağa. Görürəm ki, onda birlər mərtəbəsində B-də 4-dür, A-da 2-dir, C-də də 1-dir. Onda belə çıxır ki, ən böyüyümüz neçədir? B-dir. Sonra A-dır, ən kiçiyi də neçədir? C-dir. Var orada elə cavab B böyük A böyük C. C kiçik A kiçik B. D variantı 13'də. 14-cü suala baxaq. Lütfən təmizləyim. Müsbət ədədin 3, 8, 14 müsbətdə 3 hissəyə bölünmüşdür. Böyük hissə verilmiş ədədin neçə faizini təşkil edir? Bizdə ədədimiz də yoxdur. Ədədi hər hansı bir ədədi götürdüm. Bilmirik. Və bu deyir ki, bu 3-ün 8-ə və 14-ə nisbəti bölünmüşdür. Bu ifadələri biz necə yazırdıq? 3K, 8K və 14K kimi götürdük. Onda bunun cəmi mənim ədədimi verməlidir, yoxsa yox? Bunu cəmləsəm neçə çıxar bizdə? 11, 25 dənə K'mız bərabər olmalıdır ədədə. Demək, ədədimiz neçə imiş? 25K. Və mənə deyir ki, böyük hissə hansıdır məndə? 14K, düzdürmü? Böyük hissə verilmiş ədədin neçə faizidir? Yəni 14K, ədədim neçə oldu? 25K'nın neçə faizi deyirsə, neyini deyib? Birinci ədədi, ikinci ədədi bölüb 100'ə vururduq. K'lar getdi, 25 ilə 100 getdi, ixtisar burada qaldı. Burada yox, daha doğrusu 100'də qaldı 4. Onda nə olur? 14'ü vururam 4'ə. 56 faizi. Bunda 14'də də cavab oldu D variantı. 15-ci suala baxaq. 15'də nə deyir biz? ABC üçbucağında AM median, AM mediandırsa, median neyinir? Qarşı tərəfi yarıya bölür. Bu hissə bərabərdir buna. BD də tən böləndirsə işarələrimizi qoyaq bucaq. Tən böləndir. BC-ni 12 verib. BC 12-dirsə, onda burada düşür 6. Burada düşür 6. AC-ni də 15 verib. Əgər məndən AD-ni soruşur, mən bura bir x desəm, onda bura 15 minus x olarmı? AD-nin uzunluğunu tapaq. Tapaq. Necə tapacaq? Bir dəqiqə. Baxaq bu üçbucağa. Bax, bu üçbucağı görürsünüzmü? A, B, M üçbucağında. Görürəm ki, bu həm mənim tən bölənimdir, həm də hündürlüyümdür. O hansı üçbucaqda olurdu? Tən bölən hündürlüyü, median üçü də bir-birinə bərabər. Təbii ki, bərabər yanlı üçbucaqda. Onda bərabər yanlı üçbucaqda bura 6 verilib, sonda buranın uzunluğu da 6 olurmu? Və ondan sonra keçdik böyük üçbucağa baxmağa. Böyük üçbucağa görə də uyğun tərəflər nisbəti, yəni 6-nın x-a nisbəti bərabər olacaq nəyə? Böyük üçbucağa baxıram da ABC üçbucağında. Ümumi uzunluğun bu tərəfin uzunluğu neçədir? 6, 6, 12. 12-nin də nəyə nisbəti? 15 minus x-a nisbəti. Buradan biz ixtisarlarımızı aparsaq, 6 ilə aparsam nə qalar? 1-in x-a nisbəti bərabərdir 2-nin 15 minus x-a nisbəti. Bu ifadəni də çarpaz vursa 2-dən x bərabərdir 15 minus x-a. X-i keçirsəm sol tərəfə 3x olmuş olur, bərabər 15'ə. X necə çıxır? 5. X-a mən hara demişdim? AD məsafəsi demişdim. Elə məndən AD məsafəsini soruşduğuna görə neçədir cavabımız? A variantı. 16-cı suala baxacaq indi. 16'da nə deyir? Uzunluğu 60 cm olan parçanın hər iki ucundan 10% artırdılar. Uşaqlar, belə bir parçamız var. 60 cm bunun uzunluğu və deyir ki, bunun hər iki ucundan 60, daha doğrusu 10% artırdı. Yəni, onda belə çıxır ki, 60'ın 10%'ini taparam. Neçə eləyər bizdə? Sıfırları ixtisar aparsam 6 eləmiş olurmu? Yəni, bu izdən də 6 uzatdım. Buradan da 6'nı uzatdım. Ümumi parçamın uzunluğu. Əgər bura 60 vermişdirsə, ümumi uzunluğum 72 olurmu? 72 və deyir ki, həmin bu parçanı 3 müxtəlif hissəyə böldüm. Gəlin bölək burada bunu. 3 müxtəlif hissəyə bölmüşəm. Bərabər demirəm, müxtəlif hissələrə bölmüşəm. Ümumi uzunluğum 72-dir və ortadakının uzunluğunu da verib bizə neçə? 38. Məndə kənar parçaların orta nöqtələr arasındakı məsafəni soruşur. Yəni, bu parçanın uzunluğuna hər hansı bir 2x desəm, buna bir 2y desəm, məndən soruşduğum, bax, bunların ortaq nöqtəsi. Bura x, burada x. Bunun da ortaq nöqtəsi neçədir? Y və y. Məndən bu hissənin uzunluğunu soruşur. Bu hissənin uzunluğu nədir onda? X plus y plus neçə? 38.
Aha, necə taparıq? Ümumi parçamızın uzunluğu 72 idi. Düzdürmü? Ümumi parçada 2x plus 38 plus 2y bərabərdir neçəyə? 72-yə. Buradan biz 2x plus 2y ifadəsini tapsaq, 72-dən 38-ə çıxsam 34 qalırmı? 34, bəli. X plus y cəmdə nədir? Hər tərəfi 2-yə aparsam ixtisar neçə qalacaq? 17. Demək, x, y cəmimiz neçəymiş? 17. 17 ilə də 38-i toplasam 48, 55. 55'ə bərabər olmuş olacaq. Yəni kənar parçaların orta nöqtələr arasındakı məsafə neçəyə bərabər olmuş olur? 55'ə. Doğru cavabımız olur Y variantı. Keçdik. Silmək. 17-ci suala. Nə deyir 17-ci sualda bizdə? A bərabərdir kök altında 7 minus 3 ədədinin tam və kəsr hissələrinin hasili aşağıdakı ifadələrdən hansına bərabər olar? Ədədi gəlin birinci yazaq. Onun kök altında 7 minus 3. Tam və kəsr hissələri. Əziz şagirdlər, biz bilirik ki, tam hissəsi tapmaq üçün əvvələ görə kök altında 7 hansı iki tam ədəd arasında yerləşir? Yəni 2-dən böyük, 2-dən kiçik bir ədəddir, irrasional ədəddir. Təqribən gəlin götürək 2,6. Və bundan çıx 3 ifadəmiz də var. Onda belə çıxır ki, bu ifadə 2,6-dan 3 də çıxsa, mənfi 0,4 almış oluruq mu? Yəni təqribən aldıqda. Onda bu ifadənin tam hissəsi neçə çıxır bizdə? Mənfi 1-ə. Bu bizim nəyimiz oldu? Tam hissəmiz. Kəsir hissəmiz kimsə deyər ki, 0,6 xeyr. İrrasional ədədlərdə biz kəsir hissəni necə tapırıq? Ədədin özündən çıxıram tam hissəni. Ədədin özü neçə idi bizdə? Kök 7 minus 3. Çıxılsın. Tam hissəmiz neçədir? Mənfi 1. Onda neçə olacaq bizdə? Kök 7 minus 3 plus 1. Kök altında 7 minus 2 alırıq mı? Bu da mənim nəyim oldu? Kəsir hissəm. Tam hissəm mənfi 1, kəsir hissəm kök 7 minus 2. Onun bizdən hasilini soruşurdu. Yəni mənfi 1 vurulsun kök altında 7 minus 2-yə. Bərabər mənfi kök 7 plus 2. Bunların da yerində dəyişsək nə qalır? Daha doğrusu plus 2 olacaq. 2 minus kök 7. Bunu məndən nə ilə ifadə eləməyimizi istəyir? A ilə ifadə eləyəcək. Axı biz bilirdik ki, A kök altında 7 minus 3 idisə, buradan gəlin kök 7-ni tapsam, 3'ü atıram sol tərəfə, yəni A plus 3 olmuş olacaq. Gətirib burada yazacağım yerinə. Yəni 2 minus kök 7-nin yerinə yazacağım A plus 3. Bərabər 2 minus A minus 3'ə. Bu nəyə bərabərdir? Mənfi 1 minus A. Var mı elə cavab? Mənfi A minus 1 verib yerlərini dəyişik. C variantı. Keçirik növbəti sualımıza. Növbəti sual nədir? A çoxluğu 140 ədədin sadə bölənləri. Şagirdlər, gəlin birinciyə 140-ı sadə bölənlərini tapaq görək neçədir. Parçalasaq 10 vurulsun 14 kimi. 10 nədir? 2 vur 5. 14 nədir? 2 vur 7. Yəni 2-nin kvadratı vurulsun 5 vurulsun 7. A çoxluğumuz nə hansı çoxluqdur bizdə? Deyir, A çoxluğu nədən ibarətdir? 140 ədədinin sadə bölənləri. Sadə bölənlər hansılardır? 2, 5, 7. Demək 2, 5 və 7. Tapdıq bunu. Keçirik B çoxluğundayız. B çoxluğu isə 84 ədədin sadə bölənləridir. 84'ü də parçalasam, 84'ü də parçalasaq 4 vur 21, 4 nədir? 2 vur 2, 21 nədir? 3 vur 7, yəni 2-nin kvadratı 3 vur 7. B çoxluğu da 84'ün sadə bölənləridir. Onda neçə çıxır? 2, 3 və 7. Məndən nəyi soruşur? Ştrixlənmiş hissə. Ştrixlənmiş hissə nədir? A ilə B-nin kəsişməsi. A ilə B-nin kəsişməsinə bizdə nə düşür? Yəni ortaq elementlər 2 və neçə? 7. 2 ilə 7. Və bizdən bunun nəyin soruşur? Cəmin soruşur. 2 plus 7 nəyə bərabərdir? 9'a. B variantı. Keçdik. Bu neçənci sualımızdır bizim? 18, 19-cu suala. 19 nədir? M 3'dən kiçik olarsa M-4 plus 2M-7 ifadəsini sadələşdirin. Baxın, birinci modulun işarəsini təyin edəcək ki, müsbətdir, mənfidir. Baxıram ki, M 3'dən kiçik ədəddir. 3'dən kiçik ədəddən də 4 çıxanda mənfi verir. Birinci modulumuz mənfidir. İkinci modula baxsaq, ikinci modul 3'dən kiçikdir. Məsələn, 2 versəm 2'nin 4 minus 7. Bu da mənfidir. Modul mənfi olanda nəyə çıxırdı? Əksi çıxırdı mı? Yəni 4 minus M plus, bu birisindən də əksi çıxacaq. 7 minus 2M. Onda bu ifadəmiz nə verir? 4, 7 cəmi 11 minus mənfi M-lə minus 2M-lə verir bizdə 3M. 11 minus 3M. Y variantı 19'da. Keçdik 20-ci suala. Kəsir məxrəcini hər hansı bir kəsir verilir bizə. A verib bərabərdir B bölünsün C.
A burada B ilə düzdür, C ilə tərsdir. Yəni B-ni artsa A da artır, B azalsa A da azalır. Və C ilə isə tərsdir. C-nin artması A-nın azalması və yaxud da ki, C-nin azalması A-nın artması deməkdir. Bizə deyir ki, kəsirin məxrəcini 3 dəfə artırdıqda, kəsirin məxrəci 3 dəfə artırsa, onda kəsirimizin qiyməti 3 dəfə azalacaq. Eyni qaydada kəsirin sürətini 4 dəfə azaltdıqda, kəsirin qiyməti yenə də 4 dəfə azalmış olacaq. Ümumilikdə neçə dəfə azalmış olur? 12 dəfə azalmış olacaq. C variantı 20-də. 20-də C variantı. 21. 21-də nə edəcək? İfadələr gəlin çarpaz burayı sadə. 5 dənə A minus 5 dənə B bərabərdir 2 dənə A-ya. A-nı keçirsəm sol tərəfə, 5B-ni sağ tərəfə, onda nə olacaq? 3 dənə A bərabərdir 5 dənə nəyə? B-yə. Yəni A-mız bərabərdir 5K-ya, B bərabərdir nəyə? 3K-ya. Gətirib bu ifadədə yerinə yazsam, A neçədir? 5K. 5K plus 3K bölünsün neçəyə? B. B neçədir? 3 dənə K-ya. 5K 3K cəm 8K bölünsün 3K-ya. K-lar ixtisar yerinə qalır 3-də 8 A variantı. K ədədinin 8-ə bölməsindən alınan qalıq 3 olarsa K kvadrat plus 5K ədədinin 8-ə bölməsindən alınan qalığı tapaq. Demək, bir qayda var ki, böləndən kiçikdirsə qalıq elə bölənin özü götürülür. Onda K-nı biz neçə götürərik? 3 götürmüş olarıq. Onda K-nın kvadratı plus 5K neçə verir? 9 plus 15 cəm neçə verir bizə? 24. 24-ün də 8-ə bölməsindən alınan qalıq neçə düşür? 0. Tam bölünür. Y variantı 22. Keçdi 23-ə. Çoxlar üçün birləşmə. Aha, gəlin birinci birləşmədəki elementlərin sayını tapaq. Birləşmə nə olar bizdə? Elementləri yazım A, B, C, 1, 2, 3. Onda birləşmədəki elementlərin sayı neçə dənə çıxdı bizdə? 1, 2, 3, 4, 5, 6. 6-dan çıxaram neçəni? İndi kəsişmədəki elementlərə baxaq. Kəsişmədəki elementlər neçədir? A-sı var, A-sı var, B-si var, B-si var. 1-i var, 1-i var. Demək, kəsişmədə də neçədən element oldu? 3 dənə. 3 çıxaram. 6-dan 3-ü çıxanda neçə çıxır? 3 variant. Doğru cavab 3-ə bərabərdir. 24-cü sual. Uzunluğu 35 olan məftilin 40%-ni kəsdilər. Qalan məftilin uzunluğunu tapın. Sadə. 35-in neynirəm? 40%-ni taparam. Görək nə qədər kəsmişik. Sıfırlara apardım ixtisar. Nə qaldıq? 10-la da 35-i 5 aparsam ixtisar burada 2, yuxarıda nə qalmış olar? 7. 2 ilə də 4 aparsam ixtisar 2 qalmış olar. Məxrəcimizdə 1, sürətdə nə qaldı? 2 vur 7 bərabərdir 14-də. Demək 14-ün kəsdik. Qalan məftilin uzunluğunu tapın. Ümumi 35 deyildim uzunluğunun, 14-ün kəsdim. Neçəsi qaldı? 21-i qalarmı? Cavabımız burada nə olmuş olur? 21. Demək 24-cü sualda getdi. Gəldik 25-ci suala. X bölüsü Y cəminin ən kiçik qiymətini tapın. Gəlin birinci bunu sadələşdirək. 3 tam dövrdə 9-u kəsi şəklində yazsam. 3 tam 9-da 4. Bunu da necə yazaram? 9-da 927, 31. Demək kəsirimiz nəyə bərabərdir? Y böl X-a. Burada Y-in yerində nə durub? 31K. X-in yerində nə durub bizdə? 9 dənə K-ya. X, Y cəminin ən kiçik qiymətini soruşur. X plus Y-in cəminin ən kiçik qiyməti nə idi bizdə? 31 dənə K plus 9K. Bu eləyir bizdə 40K. Şahidlər, kiçik qiymətini dediyinə görə K-nın yerinə mən nə yazacağam? 1. Onda cavabımız nəyə bərabər olmuş olur? 40-a. 26-cı sual. A və B uyğun tərəfləri paralel olan bucaqlardır. Biz bilirik ki, uyğun tərəfi paralel olan bucaqlar ya eyni adlı olur. Eyni adlıdırsa bucaqlar bir-birinə bərabər olur. Müxtəlif adlıdırsa onların cəmi 180 dərəcə olmalıdır. Yəni alfa ilə betanın cəmi neçə dərəcə olmalıdır? 180. Biz görürük ki, alfa ilə hətta 2 betanın cəmi 180-dən kiçikdir. 150-yə bərabər. Demək ki, bunlar eyni adlıdır. Yəni bu bucaqlar bir-birinə nədir? Bərabər. Alfa betaya nədir? Bərabər. Gətirib ifadədə nəzərə alsam, onlar alfanın yerinə beta yazsam, onlar bizdə nə? 3 dənə beta bərabər 150. Onda beta nəyə bərabər olur? 50 dərəcəyə bərabər olmuş olur, olmur. Və alfa betaya bərabər olduğuna görə onda alfamız da neçə dərəcə olur? 50 dərəcə. Bizdən cəmini soruşur. Yəni 50 ilə 50-nin cəmi neçə dərəcə olur? 100 dərəcə. 26-da da elədi 100. Keçdik 27-ci suala. 27-ci sualda uyğunluğu tapacaq. Biraz uzun gedər yəqin ki, baxaq çıxan lövhədə yazayıq. A bərabər 8 olduqda kəsirim nə verir? A plus 1. Yəni sürətim eləyər 9. Məxrəcim eləyər neçə? 8 2 16 minus 1 15 bərabərdir. Bizdə nə variantlar var? İxtisar olunmur, xeyr olunandır. Sonluğunu kəsişən də göstərilə bilir.
Aha, baxaq da. Demək, 3 ilə aparsam ixtisar 5-də neçə qalır bizdə? 5-də 3. Bəli, bunu sonlu onluq kəsir şəklində göstərmək mümkündür. 2-yə vursam 6, 10. Bu da neçə eləyir? 0.6. Demək, nə uyğun gəlir? Sonlu onluq kəsir şəklində göstərilə bilir. Bəli, 1-ə uyğundur B. Sonra 0.6-ya bərabərdir. Bəli, 0.6-ya bərabərdir. Onda 1-ə hansı uyğun gəldi? D variantı da uyğun gəldi. Keçirik növbətiyə. 2-də A-nın yerinə nə yazacağam bu səfər? 6. Onda kəsirim hansı şəklə düşür? 7 bölünsün. 6 2-nin 12 minus 1 11. Bu nədir? İxtisar olunmur. Bəli, ixtisar olunmayandır. Demək 2-yə uyğun gəldi A. Sonra nəyimiz var? Görək elə bunu dövr şəklində necə göstərə bilərəm. 9-a vursam 99-da 63. Bu da nə idi? 0 dövrdə 63 şəklində göstərmək mümkündür, düzdürmü? Dövrdəki rəqəmlərin sayı 9 yazırdı. Bəli, 99-da 63. Bu da elə dövrümüz neçədir bu? Ona uyğun gəlir C. 2-yə bir də uyğun gəldi C. Keçdik 3-də. 3-də nə deyir? A bərabər 17 olarsa, əgər A-nın yerinə 17 nəzərdə saxlasam, nəzər alsam, 17-nin üzərinə 1, 18. Məxrəcimiz nə düşür? 33. Niyə? 2-ni 17-yə vurdum, 34, minus 1, 33. Bunu da ixtisar aparsam, ixtisar olunmur. Başqa nə variantlar qaldı ki? Belə baxıram, hamısı getdi. A, B, D, C gedib. A gedib, B gedib, C gedib, D gedib. Bir dənə Y qalıb. Tapaq görə həqiqətən də 0,54-ə bərabərdir. Məxrəci 99-a gətirmək üçün 3-ə vuraram. 3-ə vursam neçə düşür? 54. 3 8 24 2 hətta. Bəli, 54. Bu da elə 0 tam dövrdə 54 deməkdir. Elə axırıncı Y qalmışdı. 3-ə də nə uyğun gəldi? Y. Keçdik 28-ə. 28-də bizə belə bir ifadə verilib. 9 vursun n kvadrat bərabərdir bu ifadəyə. N-i tapın. Biz bilirik ki, 9-u n kvadrata vurmuşam. Bu ifadəni almışam. Yəni 2A 5 üstü xət. Onda belə çıxır ki, bu ədəd 9-a tam bölünən ədəddir. 9-a tam bölünməsi üçün də nə olmalıdır? Rəqəmlərinin cəmi nə olmalıdır? 9-a bölünməlidir. 2 üstə 5, 7. A neçə olar ki, 9-a tam bölünsün? A-nın qiyməti demə neçəyə bərabərmiş? 2-yə. A 2-yə bərabərdirsə, onda n kvadrat bərabərdir neçə? 225 böl 9. Buradan n kvadratı tapdım da, yəni 225-i 9-a böləcəm. 225-i 9-a bölsəm 25 dəfə düşür. Bəli, 25. Onda n kvadrat əgər 25-dirsə, n-imiz nəyə bərabər olur? Nəyin kvadratı 25 eləyir? 5-in. Cavabımız olmuş olacaq 5. 29-cu sual. Məxrəci 90 olan düzgün kəsirlərdən. Məxrəci 90 olan düzgün kəsirlərdən danışırıqsa, onda mən bilirəm ki, mənim neçə dənə kəsirim var? 89 dənə kəsirim var. Çünki məxrəc 90-dırsa, 90-da 89, axırıncı kəsirim 90-da 89 olacaq. Yəni 89 dənə kəsirim var. Və neçəsi sonlu onluq kəsir şəklində göstərmək olmaz. Şagirdlər, mən birinci sonlu onluq kəsir şəklində göstərilənlərin sayını taparam. Ondan bu ümumi kəsirdən çıxaram onların sayını, yerdə qalar mənim cavabım. Biz bir qayda bilirik ki, hansı kəsirləri sonlu onluq kəsir şəklində göstərmək mümkündür? Məxrəcində 2 və 5 vurğularından ibarətdir. Yəni 2 üstü n vurulsun 5 üstü n minus 1. İndi 90-ı parçalasam sadə vurğular şəklində ayırsam 9 vurulsun 10. Yəni 2 vur 3-ün kvadratı vur 5. Burada hansı vurğular var? 2 və 5. Yəni 2 vur 5 minus 1. 9 dənə. 9 dənəsini sonlu onluq kəsir şəklində göstərmək olur. Əlimdə 89 dənə kəsir var. Əgər onun 9 dənəsini göstərə biliriksə sonlu, onda neçəsini qalır? Sonsuz. 80 dənə. Yəni neçəsi sonlu onluq kəsir şəklində göstərmək olmaz. 80 dənəsinin cavabımız olacaq. Doğru cavab 80. İsbat sualı. İsbat edin ki, ardıcıl tək ədədin cəmi 4-ə tam bölünür. Aha. Ardıcıl tək ədədlər hansı ədədlərdir? 2n minus 1, 2n plus 1, 2n plus 3 və s. Bu şəkildə gedir də 2 vaydı 2 vaydı artır. Məndən neçəsini deyir? İspat edin ki, ardıcıl tək ədədin 2 ardıcıl. Hə, 2 ardıcıl dediyinə görə 2n minus 1 plus 2n plus 1. Bunun 4-ə bölünməsinə. Şaşlar, görürəm ki, mənfi 1, müsbət 1 əks ədədlərdir. Cəm 0-a getdi. 2n ilə 2n-i toplasam neçə eləyir? 4 dənə n. Təbii ki də bu 4 dənə n ifadəsi, 4n ifadəsi 4-də hər zaman bölünmüş olacaq. N-ə neçə verirsə verək. Əmsalında 4 olduğuna görə bu ifadəmiz nə olacaq? 4-də tam bölünmüş olacaq. Aydındır mı? Cavabımız neçə olar? Cavab nə idi? İsbat məsələsi idi.
Bu da oldu bizim sonuncu sualımız. Sağ olun.